Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah azze ve celle'nin izniyle elmin və əhlinin fəziləti barədə, elmin dəyəri barədə qısa bir neçə kəlam etmək istəyirəm. Uca Rəbbimiz Taha surəsi 114-cü ayədə buyurur ki: "Və qur Rabbi zidni ilmən", de ki, ey Rəbbim, elmimi artır. İbn Həcər Ləsqalani rahimehullah bu ayətlə bağlı buyurur ki: "Vadihud dalalati fi fadlil ilmi li'annallaha Teala lem ya'mur nebiyyehu sallallahu aleyhi ve sellem bi talebil izdiyad min şey'in illa minel ilm." Bu ayə açıq bir şəkildə elmin fəzilətini göstərir. Çünki Allah azza və cəllə öz nəbisinə elimdən başqa bir şeyin artırılması üçün dua etməsini istəməmişdir. Baxın, necə gözəl vurğulayır İbn Həcər Ləsqalani. Birinci, ayətin elmin fəziləti barədə nə qədər önəmli və açıq-açıq olduğunu bizlərə bildirir. İkinci olaraq, bu önəmin hardan gəldiyini, ayəti fəhm etməyi bizə öyrədir ki, ayət ona görə bu qədər önəmlidir, elmi ona görə bu qədər ortaya qoyur, önəmini ortaya qoyur ki, Allah azza və cəllə öz nəbisinə elimdən başqa bir şeyin artırılması üçün dua etməsini istəməmişdir, tələb etməmişdir. Və həmçinin Allah azza və cəllə Əl-İmran surəsində buyurur ki: "Şəhidallahu ennehu la ilahe illa huve vel melaiketu ve ulul ilmi qaimen bil qist." Allah mələkləri və elm sahibləri ədalətə ayaqda tutaraq Allahdan başqa ibadət olaraq haqq məbudun olmadığına şəhadət gətirmişdilər. Və bu ayətlə bağlı İmam Qurtubi rahimehullah buyurur ki: "Fi hadihil ayeti dalilun ala fadlil ilmi və şərəfil ulemai və fadlihim." Bu ayət elmin fəzilətinə və həmçinin alimlərin şərəfinə və fəzilətinə dəlalət edir. فَإِنَّهُ لَوْ كَانَ أَحَدٌ أَشْرَفَ مِنَ الْعُلَمَاءِ لَقَرَنَهُمُ اللّٰهُ بِإِسْمِهِ وَإِسْمِ مَلَائِكَتِهِ كَمَا قَرَنَ إِسْمَ الْعُلَمَاءِ. Əgər yeryüzündə alimlərdən daha şərəfli bir topluluq olsaydı, şübhəsiz ki, Allah azza və cəllə özünün və mələklərinin isminin yanında alimlərin ismini zikr etməzdi. Necə ki, alimlər daha şərəfli olduğu üçün Allah azza və cəllə onların ismini zikr eləmişdir. Baxın, bu hər iki ayə də elmin və alimlərin fəziləti barədə bizə çox şey öyrədir. Elhamdülillah, elm o qədər fəzilətli, o qədər gözəl bir nemətdir, o qədər gözəl bir əməldir ki, insanlar elmlə tövhidi öyrənirlər. Elmlə La ilahe illallah Muhammedun Rasulullah kəlməsinin mənalarını başa düşürlər. İnsanlar elmləri ilə əməl edirlər. İnsan öncə elm öyrənməlidir ki, sonra da əməl etsin. Baxın, Allah qorusun o insanlardan ki, Allah ayətlərdə, hədislərdə görüldüyü kimi Allah azza və cəllə insanları, Allah Resulü sallallahu aleyhi ve sellem insanları üç qrupda dəyərləndirir. Onlardan birincisi kimlərdir? Elmi ilə əməl edənlərdir ki, bunlar Allah azza və cəllənin hidayətinə məzhər olmuş, Allah azza və cəllənin tərifinə məzhər olmuş qullardır ki, onlar həm elm öyrənirlər, həm də elmlə əməl edərlər. İkinci qrup insanlar isə elm öyrənməzlər, əməl edərlər, onlar xristiyanlara bənzəyirlər. Üçüncü qrup insanlar isə elm öyrənərlər, lakin onlar da əməl etməzlər. Bunlar da yahudilər və onun mislində olanlardır ki, bunu Şeyx Fəvzan Hafizahullah Əl-Mulaxasul Fikhi kitabının müqəddiməsində Şeyx Muhammed ibn Abdülvahhab rahimehullah'a nisbətdə bu kəlmələri, bu qövülləri zikr edir. Həmçinin Buxari və Müslimdə keçən bir hədisdə Muaviyyə ibn Əbi Sufyan radiyallahu anhümə buyurur ki, Səmi'tun Nəbiyyə sallallahu aleyhi və səlləm yəqul, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: "Mən yuridillahu bihi xayran yufəqqihu fid-din." Allah kimin xeyrini istəyərsə, onu dində fəqih edər. Şeyxülislam ibn Teymiyyə rahimehullah bu hədislə bağlı buyurur ki, "Əl-fiqhu fid-din", dində fəqih olmaq, fiqh sahibi olmaq budur ki, fəhmu mə'anil əmri və nəhi liyəstəbsirəl insanu fi dinihi. Yəni, insanın dinində bəsirət sahibi olması üçün əmr və nəhilərin mənalarını, əmr və qadağanların mənalarını bilmək. Yəni, bu Allah azza və cəllənin bir insana vermiş olduğu ən böyük nemətlərindən biridir ki, insan əmr və qadağanların mənalarını bilir, əmr və qadağanlar nədir, onu başa düşür, dində bəsirət sahibi olur və Allah azza və cəllənin əmrlərini yerinə yetirib, qadağanlarından isə çəkinir. Elmin çox faydaları var. Əlbəttə, bunu dərs eləmək, yəni silsilə dərslər eləmək lazımdır ki, elmin fəziləti barədə danışaq. Həmçinin bu barədə, elmin fəziləti barədə, alimlərin fəziləti barədə bir çox kitablar da var.
Qısa bir nəsihət olaraq sadəcə istədim ki, bu ayətlərlə, bu hədislə, alimlərin ayət və hədislərə verdiyi izahla elmin Rəbbimizin qatında, Rasulullah sallallahu əleyhi və səlləmin yanında, ümmətimizin yanında nə qədər önəmli olduğunu izah etməyə çalışım. Allah azə və cəllə bizə işdə faydalanan qullarından etsin. Əmin və elhamdülillahi rabbil aləmin.